Görürsünüz Bəli, ekranı. bəli. Da? Bəli. Problemi yoxdur ki. Xeyr, Aha, göstərir. хорошо. Deməli, mövzumuz Soyuz, Azərbaycan dilində olan bu bağlayıcı mövzusu. Gəlin bir ilk öncə sizin yadınıza salaq görək. Ümumiyyətlə bizə bağlayıcı nə üçün lazımdır? Gəlin fikirləşək ki, bizim əlimizdə 2 dənə cümlə var. Ayrı-ayrı 2 dənə cümlə var və o 2 dənə cümləni bir-birinə birləşdirmək üçün biz elə həmin bu bağlayıcılardan istifadə edirik. Məsələ odur ki, bizim də qarşımıza elə bağlayıcı sualları tamamilə bu şəkildə çıxır. Bizə 2 dənə fərqli cümlə verilir və o 2 dənə fərqli cümlənin arasına bizə boşluq hissə saxlanılır və həmin o boşluq hissəyə biz həm məna olaraq, həm də qrammatik olaraq düzgün bağlayıcını yerləşdirməliyik sizinlə. Baxın, sizə bura qeyd etdiyim некоторые примеры hissəsində sizin üçün bəzi bağlayıcıları qeyd etmişəm. Bunlar təəssüf ki, çox da qrammatikaya aid olan bağlayıcılar deyil. Yəni ki, bunların bir sxemi mi deyim və yaxud da bunların bir qaydası mı deyim? Yoxdur. Bunlar sadəcə tərcümə ilə yadda saxlanılmalı olanlardır. Baxın, yuxarıda yazmışam sizin üçün некоторые примеры. Aşağıdakılar, heç aşağıdakılarını sizə bir-bir çalışacağım, izah edeyim ki, nədən sonra nə istifadə olunur və s. Lakin yuxarıda qeyd olunanlar, məsəl üçün deyirəm. Birinci cümləmiz var orada. Sasha и Masha idут на pляж. Ortasında olan o i bağlayıcısı Azərbaycan dilinə və deyə tərcümə olunur. İkinci cümləmiz Oleg тоже və yaxud da mötərizədə также. Bunlar sinonim bağlayıcılardır. Спешит на пляж. Тоже также Azərbaycanca olan da hissəciyini bizim üçün ötürür. Məsəl üçün Oleg də çimərliyə tələsir. Da hissəciyini bizə тоже также ötürür. Üçüncü cümləmiz. Олег не только плавает, но и ныряет. Не только, но и. Bu bizim ikili bağlayıcılarımızdandır. Biz bunlara deyirik двойные союзы. Həmin bu ikili bağlayıcılarımızın bir hissəsi birinci cümlədə, ikinci hissəsi görürsünüz vergüldən sonraki hissəyə keçir. Не только, но и. Gəlin bir dənə cümləmizi tərcümə edək. Олег не только плавает, но и ныряет. Və yaxud da belə başqa bir cümlə deyim. Çox tez-tez istifadə olunan cümlələrdən biridir. Мы не только посмотрели пьесу, но и прочитали книгу. Biz ancaq pyesə baxmadıq, həm də kitab oxuduq. Ancaq bunu etmədik, həm də başqa şey etdik. Baxın, bu mənalarda istifadə olunur. Üçüncü cümləmizdə a, amma, isə deyə tərcümə olunur. Məsəl üçün, Anton изучает английский язык, а также французский. Anton ingilis dilini öyrənir, eləcə də fransız dilini, həm də fransız dilini görürsünüz. A также. A isə təklikdə, amma, isə deyə də tərcümə oluna bilər. Və yaxud da Sergey смотрит телевизор, а Катя рисует. Sergey televizora baxır, Katya isə şəkil çəkir. Petya не умеет ни рисовать, ни чертить. Nə çəkməyi, nə şəkil çəkməyi, nə də ki çirtit, xət falan çəkməyi, bilmirəm çirtit Azərbaycanca necə olur. Как будет на азербайджанском чертить? Çəkməkdir, səhv etmirəmsə, amma dəqiq Azərbaycancası adımda deyil. Они захотели подняться на вершину, но не смогли. Но, amma deyə tərcümə olunur. Və yaxud da onun sinonimi olaraq zато istifadə oluna bilər. Son cümləmiz var orada. Вы хотите чай или кофе? Siz çay və yaxud da kofe istəyirsiniz. Baxın, burada olan и тоже так же. Не только, но и, а, ni, no, zato, ili. Təəssüf ki, bunların istifadəsinin bir qrammatikası olmadığına görə siz bunları sadəcə və sadəcə tərcümə ilə yadda saxlamalısınız. İndi gəlirəm. Baxın, orada qeyd eləmişəm. Употребление некоторых союзов. Bəzi bağlayıcıların istifadəsi. Bizim birinci bağlayıcımız, bağlayıcı növümüz belə deyək, cümləmizdə əgər bir səbəb varsa, biz ona deyirik причинно-следственные отношения. Bir cümlədə səbəb varsa istifadə olunan bağlayıcılarımızdır. Deyir ki, при указании на причину какого-нибудь действия или явления используются одинаковые позначения, потому что, так как, ибо, от того что. Baxın, cümlənin ikinci tərəfində səbəb göstərilirsə, siz çox rahatlıqla bu 4 bağlayıcıdan birini, потому что, так как, ибо, от того что istifadə edə bilərsiniz. Gəlin bir cümlələrimizə baxaq. Зимой люди одеваются тепло. Qışda insanlar isti geyinir, потому что бывает холодно.
Çünki soyuq olur. İndi gəlin bir dənə bu cümləmizi təhlil eləyək. Baxın deyirəm ki, qışda insanlar isti geyinir. Bu hal-hazırda bizə nə oldu? Bir informasiya oldu. Bizə bir informasiya ötürüldü ki, insanlar qışda isti geyinir. Cümləmin ikinci vergüldən sonraki hissəsinə baxsam, потому что bывает холодно. Çünki soyuq olur. Yəni ki, soyuq olması insanların isti geyinməsinin hal-hazırda nəyi olmuş olur? Səbəbi olmuş olur. Və yaxud da играть роль дальше было невозможно, ибо все было спутано. Deyir ki, bəli, rol oynamaq artıq mümkün deyildi. Çünki hər şey qarışmışdı. Bax, yenə bir informasiya məsələmiz var. Rol oynamaq mümkün deyildi. Mənə bir informasiya verirdi. İkinci isə də deyirəm ki, çünki hər şey qarışmışdı. Yəni ki, bu rolu oynaya bilməməyimin nəyi olmuş olur? Səbəbi olmuş olur. Я простудился. Mən xəstələnmişəm. От того, что выходил без пальто, а было еще холодно. Çünki mən xəstələnmişəm, çünki paltosuz çıxırdım. Hələ isə hava soyuq idi. Yəni havanın soyuq olması və mənim paltosuz çıxmağım xəstələnməyimin səbəbi olmuş olur. Deməli, потому что, так как, ибо, от того, что. Bu 4 bağlayıcı mütləq yadınızda qalmalıdır. Qapalı suallarda bu tip məsələlərdə biraz diqqətli olun. Niyə diqqətli olun? Çünki əgər məsəl üçün deyirəm, hər hansısa bir sualda sizə A variantında потому что, B variantında так как verirsə, böyük ehtimal hər iki sualımızın, yəni ki, hər iki cavabımız səhvdir. Çünki əgər nəzərə alsaq ki, bunlar sinonim bağlayıcılardır, necə hər ikisi qapalı sualın cavabı olmuş ola bilər? Biraz bu məsələlərdə diqqətli olaq. İndi gəlin sizin üçün bir dənə sxem çəkim ki, sxemlə də yadımızda qalsın ki, qarşımızda nə olarsa nə istifadə etməliyik. Siz mənə deyin görün, bura qədər aydın olmayan, qaranlıq qalan nəsə var? Bəli, mən siz axırıncı dediniz testdə, onu başa düşmədim. Bax, məsəl üçün deyirəm ki, tutalım testdə sənə 18-ci sual düşüb, məsəl üçün deyirəm. 18-ci sualın A variantında sənə verib потому что, B variantında verib так как. Səncə bunlar düzgün cavabın ola bilər? İkisi də eynidir də, yəni o mənada deyirsən. Bəli, ikisi də eynidir. Onlar heç biri bizim düzgün cavabımız ola bilməzlər. Böyük ehtimalın. Хорошо? Ki sinonim bağlayıcı olduğuna nəzərə alsaq, düzgün deyil onların istifadəsi. Хорошо? Amma məsəl üçün əgər indi yazıb sizə göstərəcəm. Bu bir çox sual var ki, orada isə bizə əksinə işin içindən çıxara biləcək. İndi bir dəqiqə whiteboard-u açım. Hansı 4 dənə bağlayıcımızı dedik? Dedik потому что, ой, sorry. Так, потому что. Sinonim olaraq nə dedik? Так как, ибо və son olaraq от того что. От того что. Bu 4 bağlayıcımızın 4-ü necə tərcümə olunurdu? Çünki. Və nə tələb edir? Bizdən bir sxem tələb edir. Baxın, dedik ki, bağlayıcı bizə nəyə görə lazımdır? 2 dənə cümləmiz var. Bu oldu mənim birinci cümləm. Bu da olsun mənim ikinci cümləm. Bu 2 dənə cümləni bir-birinə bağlamaq üçün mənə bağlayıcılar lazımdır. İndi mən bu çünki bağlayıcısını nə zaman istifadə edəcəm? Gəlin bir dənə ona baxaq. Mən bu çünki bağlayıcısını istifadə edəcəm. Əgər mənə cümləmin birinci hissəsində informasiya veriləcəksə və cümləmin ikinci hissəsində həmin o informasiyanın əgər səbəbi göstəriləcəksə. Məsəl üçün, gəlin belə bir cümlə yazaq. Yazaq ki, məsəl üçün, я купила книгу давайте так, в библиотеке, например. В библиотеке. Bura bir dənə vergül qoyuram və cümləmin ikinci hissəsini davam edirəm. Потому что в магазине она дорогая. Ana dорогая. Gəlin bir daha cümləmizi tərcümə edək. Baxın, cümləmin birinci hissəsində deyirəm ki, я купила книгу в магазине. Mən kitabı mağazadan almışam. Bu olur mənim cümləmin birinci hissəsi. Mən o birinci hissədə sizə hal-hazırda nə etdim? Sizə bir informasiya ötürdüm. İkinci hissədə deyirəm ki, потому что,
Çünki mağazada o bahalı idi. Yəni ki, mənim kitabı bir kitabxanadan almağımın səbəbi nə olmuş olur? Mağazada onun bahalı olduğu olur da. Yəni ki, mağazada bahalı olduğuna görə mən onu kitabxanadan almışam. Birinci hissədə nə etdimsə bir informasiya ötürdüm. İkinci hissədə də həmin o informasiyanın səbəbini sizə bildirmiş oldum. Düzdür? Okeydir bura qədər hər şey. Hər şey aydındır sizə bura qədər. Hə, все понятно. Əlbəttə. Xahiş edirəm, bunlar elə bu sinonim formatda da sizin mütləq yadınızda qalsın. Əgər yadınızda qalsa çox-çox rahat olacaq işiniz. İndi o bayaqki məsələni də gəlin bir dənə aydınlaşdıraq ki, o variant məsələsi dedim də mən sizə bayaqki, məsəl üçün variantda belə olsa necə edə bilərik, nə edə bilərik və s. Məsəl üçün deyirəm, gəlin hər hansı bir cümləni götürək və fikirləşək ki, mənə bura bir dənə cümlə qeyd olunub, bura bir boşluq hissə saxlanılıb. A variantında məsəl üçün mənə verib так, правильно? Так. B variantında isə mənim üçün qeyd olunub İva. Sizcə bunlar mənim düzgün cavablarım ola bilərlərmi? Qapalı sualdır. Xeyr. Çünki hər ikisi eyni mənada istifadə olunan bağlayıcıdır. Soyuzu, правильно? Hər ikisi çünki deyə tərcümə olunur. Necə mən bunların hər ikisini qapalı sualda düzgün variant olaraq götürə bilərəm? Dəstə bunları belə silirik. Amma məsəl üçün bu tip suallarımız var. Tutalım ki, mənə hər hansı bir cümləni verir. Bir də məsəl üçün yazır так. Düzdür? 2-də mənə məsəl üçün yazır ибо. Nə bilim 3-də mənə yazır от того что. Görürsüz, mən artıq bunları sinonim olaraq öyrənmiş olsam, sinonim olaraq bilmiş olsam, bilsəm ki, так как, ибо, от того что eyni mənalı bağlayıcılardır. Mən bunların üçünü də düzgün cavab olaraq götürəcəm. Və təbii ki də mənim işim də, vaxtım da qat-qat rahat olacaq. Qat-qat daha tez yazacağam testi. Aydındırmı? Ona görə xahiş edirəm. Mən demək olar ki, hər bağlayıcının yanına sizə bir sinonim bağlayıcı da deyirəm ki, öyrəndiyiniz zaman hamısını birlikdə öyrənəsiniz. Bu nüansa diqqət yetirək. Aydındırmı bu? Понятно? Agi. Bəli, müəllim. Хорошо. Bu belə. İndi bizim qarşımıza səbəb bildirən bağlayıcılardan deməli biz sizinlə hansılar dedik? Потому что, так как, ибо, от того что. Bunlardan savayı da bizim qarşımıza çıxa biləcək bağlayıcılardan biridir. Это потому что. Ой, sorry, извините, пожалуйста. Это поэтому. Поэтому. Bunun da sinonimi olaraq так что. Так что. Bunlar Azərbaycan dilinə tərcümə olunur. Ona görə də. Baxın, belə bir tərcüməsi var. İndi gəlin cümlə içərisində baxaq. Yenidən xatırlayırıq. Потому что, так как, ибо, от того что. Nə zaman istifadə edirik? Cümləmin birinci hissəsində informasiya, ikinci hissədə səbəb bildirirdim. Burada isə sxem onun tərsidir. Burada siz birinci hissədə səbəb göstərəcəksiniz, ikinci hissədə informasiya verəcəksiniz. Məsəl üçün, baxın təkrarlayıram. Burada info verilir, burada da nə verilir? Səbəb. Məsəl üçün, gəlin elə bayaqki cümləni burada поэтому sinonimi ilə istifadə edə baxaq görək nədir bu? Və məsəl üçün deyirəm ki, neydi bayaqki cümləm? Gəlin yazaq onu. Я в магазине книга очень дорогая. Mağazada kitab çox bahalıdır. Nə etdim hal-hazırda? Mən sizə bir məlumat verdim ki, mağazada kitab bahalıdır. İkinci hissədə deyirəm ki, səbəb göstərdim sizə. İkincisi də deyirəm ki, поэтому və yaxud da elə burada так что, bəli. Birinci səbəb sonra informasiya gəlməli deyil. Sorry, yuxarıda səhv yazmışam. Çox üzr istəyirəm. Qarışdırdım hissəciklə. Mən bu lövhəmi kimsə silir. Agi, niyə lövhəmi silirsiniz? Deməli, səbəb, eyni şeyi qeyd elədim deyib, informasiya. Baxın, məsəl üçün, mağazini kniga очень дорогая. Mağazada kitab bahalıdır. Nə oldu bu? Səbəb oldu. İkinci isə də yazıram ki, поэтому və yaxud da так что. Я купила ее в библиотеке. Buna görə də mən onu kitabxanada aldım.
Bayaq birinci informasiya, sonra səbəb gəlirdi. Ortada потому что, так как, ибо, от того что istifadə edirdik. İndi hal-hazırda həmin o cümlədə biz birinci səbəb, sonra informasiya verdik. Ortada поэтому, так что istifadə edirik. Hansı ki Azərbaycan dilində ona görə də deyə tərcümə olunurdu. Mağazada kitab çox bahalıdır. Ona görə də mən onu kitabxanadan aldım. Aydındırmı? Agi, понятно? Есть какие-то вопросы? Qaranlıq qalan nəsə var? Yox, Aydındır. müəllimə, aydındır. Çox gözəl. İndi gəlirəm bir digər baxlayıcımıza. Hansının ki istifadəsini siz yadda saxlamalısınız. Çünki bu da çox tez-tez düşən, çox belə populyar olan mövzulardan biridir. Gəlin davam eləyək. Чтобы. Чтобы. Kim xatırlayır bunun sinonimini? Кто помнит? Hı? Для того, чтобы. Bəli, bunun sinonimi olaraq afərin istifadə olunur. Для того, чтобы. Tərcüməsi üçün. Üçün. Bayaqdan biz sizinlə səbəb deyirik, amma hal-hazırda bizim qarşımızda bir səbəb yoxdur. Hal-hazırda bizim qarşımızda var bir məqsəd. То есть цель. Bayaq причина, hal-hazırda isə bir məqsəd var. Deməli, gəlin bir dənə cümlə yazaq. Baxaq görə ümumiyyətlə bu necə istifadə olunur. Mən məsəl üçün deyirəm ki, мои студенты усердно занимаются. Kim tərcümə etmək istəyər cümləni? Mənim lövhəmi kim silir? Mənim Çox görsənmir, o yuxarıda yazdınız. Mənim əlim deyil. Hə. Nəsə gedir. Yaxınlaşdırıb, uzaqlaşdıram, görmürəm. Vəsə başa düşdüm. Amma nəzərə alınanda məndə planşetdir, sizdə ola bilər telefondur və yaxud da kompüterdir. O fərqli görsənə bilir. Təəssüf ki, mən orada heç nə edə bilmirəm. Üzrlü sayın, sonra fikir verirəm ki, mənim əlim deyil və silinir. Nичего, Üzrlü nичего. sayın. Хорошо, пожалуйста. Kim tərcümə etmək istəyər cümləni? mənim tələbələrim buradan Aha, məşğul bəli. olurdular da. Məşğul olurdular. Mənim tələbələrim çox məşğul olurlar, belə əzmli şəkildə məşğul olurlar. Чтобы поступить в магистратуру. Sizə aid deyil bu, düzdür? Zarafat edirəm, конечно же. Gəlin də cümləmizə baxaq. Мои студенты усердно занимаются. Mənim tələbələrim əzmli şəkildə çalışır. Magistraturaya qəbul olmaq üçün. Baxın, hanı mənim o üçün olan hissəm? Baxın, чтобы. Bax, bu mənim oldu bağlayıcım. Mən bu чтобы yerinə çox asanlıqla для того, чтобы da istifadə edə bilərəm. Bayaq sizin üçün dediyim o qapalı sual məsələsi, məsəl üçün A variantında чтобы, B variantında для того, чтобы verirsə 99% hər ikisi səhvdir. İndi ikinci olaraq, deməli bir bu məsələmiz var. İkinci olaraq gəlin bir dənə feilin formasına diqqət yetirək. Baxın, burada поступить deyə bir feil var. Qəbul olmaq deyə tərcümə olunur. Həmin o feilimiz bizim T məhki znak formasındadır. Gəlin bir dənə xatırlayaq. T məhki znak, T və Ç məhki znak bizdə nə yaradırdı? Azərbaycan dilində olan maq, məq. Yəni ki, məsdər formasını yaradırdı, düzdür? Yadda saxlayın, əgər ortada bir məqsəd məsələsi varsa, чтобы özündən sonra çox zaman, bax demirəm ha hər zaman, amma çox zaman feili məsdər formasında tələb edir. Чтобы поступить в магистратуру. Bax orada olan o T məhki znak, elə bil ki, qəbul olmaq üçün. Bax görürsüz ki, orada bir maq-məq məsələsi var. Чтобы, для того, чтобы məqsəd bildirirlərsə əgər 99% bizim feilimiz olmalıdır məsdər formasında. Fərqli formada da sizin qarşınıza çıxa bilər. Fərqli forması necə olacaq, onu indi göstərəcəm sizə. Siz mənə deyin görüm. Bura qədər hər şey okeydir, yadımızda qaldı. Agi, до сих пор все понятно? Qaranlıq qalan heç nə yoxdur ki? Okey, хорошо. Madəm yoxdur, keçirəm bu чтобы-nun başqa formasına. Başqa forması da nədir? Yəni ki, başqa cür tərcümə oluna biləcək bir məsələsi var. Baxın, bizim bəzi hallarda Agi, məni eşidirsiniz?
Xanımlar, bəylər. Bəli, Aha, müəllim. bir ara çıxdım, sonra ona görə. Deməli, baxın, bizim что və чтобы var. Чтобы. Bunlar bəzən ki deyə də tərcümə oluna bilərlər cümlə içərisində. O чтобы ilə bu ştobunu qarışdırmayın deyə bir cümlə yazacağam sizin üçün. Daha çox feildən sonra gəldiyi zaman ki deyə tərcümə olunur. Bax, məsəl üçün deyirəm ki, ya я думала, что они приедут. Tərcüməsi, mən düşünürdüm ki, onlar gələcəklər. Və yaxud da я хочу, чтобы они приехали. Mən istəyirəm ki, onlar gəlsinlər. Baxın, daha çox feildən sonra istifadə olunduğu zaman, bax görürsüz, burada feil var, burada da feil var. Что və чтобы Azərbaycan dilində bizim bildiyimiz ki, nədir bu? Ədatdır hər halda. Hə, ədatdır ki. Nədir bu ki ümumiyyətlə? Bir hissəcik olaraq da yəni. Necə? Mənim ədim bağlayıcıdan. Bağlayıcıdır, bəli. Tərcümə olaraq Azərbaycan dilində ki deyə tərcümə olunur. Feildən sonra istifadə olunursa aydındır. Amma siz əgər чтобы-dan sonra feili məstər formasında istifadə edirsinizsə, məstər formasında gəlirsə, deməli o orada üçün deyə tərcümə olunur. Rahatlıqla для того, чтобы ilə istifadə yerlərini dəyişə bilərsiniz. Yəni чтобы da istifadə edə bilərsiniz, для того, чтобы istifadə edə bilərsiniz və orada nə bildirir? Məqsəd bildirir. Necə tərcümə olunur? Üçün deyə tərcümə olunur. Aydındırmı? Hı? Agi, понятно? Все, çox gözəl. Bu da aydındırsa keçirəm bir digərinə. Deməli, bir digər bağlayıcımız, bu da çox tez-tez istifadə olunan və bizə bir balaca çətinlik yaradan bağlayıcılardan ikisini qeyd eləyəcəm sizə. Это, значит, хотя və несмотря на то, что. Hər şeydən öncə ondan başlayaq ki, хотя, несмотря на то, что Azərbaycan dilinə tərcümə olunurlar baxmayaraq və yaxud da baxmayaraq ki, indi cümlədən cümləyə görə dəyişə bilir bunların formatı. Fikrinizi bura cəmləmək istəyirəm. Baxın, bu bir хотя. Bunun formatı olaraq sizin qarşınıza хотя бы da çıxa bilər. Xahiş edirəm, yadda saxlayın. Хотя və хотя бы eyni şey deyil. Хотя bir bağlayıcıdır və tərcüməsi baxmayaraq deyə tərcümə olunur. Amma хотя Azərbaycan dilinə heç olmasa deyə tərcümə olunur. Heç olmasa. Yəni bunlar məna olaraq eyni şey deyillər. Yəni ki, buradakı bu B tamamilə bizdə bir ədatdır. Tamamilə sözün mənasını dəyişir. Baxın, məsəl üçün deyirəm ki, ты не выучила новые слова. Sən yeni sözləri öyrənməmisən. Хотя бы прочитай. Heç olmasa oxu. Baxın, görürsünüz, mənası tamamilə fərqlidir. Bu birinci nüans. İkinci nüans olaraq, gəlin bir dənə bunun yuxarıda qeyd olunan несмотря на то, что sözünə fikir verək. Yadda saxlayın, bir bağlayıcı olaraq, əgər bir bağlayıcı olaraq istifadə olunursa, bizim bu sözümüz 1, 2, 3, 4 dənə sözdən ibarət olmalıdır. Bu söz sizin qarşınıza несмотря, bax, ayrı-ayrı yazılıb da çıxa bilər. Bu bildiyimiz baxmamaq feilindən götürülən bir formadır. Azərbaycan dilində səhv etmirəmsə feili bağlamadır. Bizdə ona депричастие deyirlər. Несмотря izah eləmişdim, aya sonluğu ilə istifadə olunan. Kim xatırlayır onu? Помните? Mübtəda tapırdıq cümlədə, feil tapırdıq cümlədə, feili bağlama tapırdıq. Kim xatırlayır o mövzunu? Nitq səhvi. Xatırlamırıq? Feili bağlamanı deyirsiniz. Bəli, baxın bu Xatırlayırıq. Bəli. Baxın, bu смотря həmin oradan götürülmüş baxmaq feilindən götürülən bir formadır. Bu sizin qarşınıza belə də çıxa bilər. Bu sizin qarşınıza belə də çıxa bilər. Несмотря на. Bax, несмотря на то, что bu bağlayıcıdır. Несмотря на это предлог. Bu bildiyimiz söz önüdür.
Ona da tərcüməsi baxmayaraqdır, amma nitq hissəsi olaraq nесмотря на то, что это союз, несмотря на это предлог. Несмотря bu fe'li bağlamadır. Bu aydındırmı bizə? Agi, понятно? Xanımlar, bəylər, aydındırmı? Müəllimə, sonuncunu dediniz, fe'li bağlamadır. Nismatria arcı olanda. Bəli. Хорошо? Так, bu belə. İndi gəlirəm bunun istifadə yerinə. Bu bağlayıcının tərcüməsini baxmış olsaq əgər, baxmayaraq və yaxud da baxmayaraq ki, bizdən 2 dənə paradoksal cümlə tələb edir. Necə 2 dənə paradoksal? Məsəl üçün, gəlin belə bir cümlə yazaq. Я вчера не успела подготовиться к экзамену. Burada boşluq qoyaq. Сдала его на 100 баллов. Baxın, belə bir cümləmiz var bizim. Gəlin bir dənə bu cümləmizi tərcümə etməyə çalışaq və baxaq görək vəbşi bizdən məna olaraq bu cümləmiz nə tələb edir. Deyim ki, я вчера не успела подготовиться к экзамену. Dünən mən imtahana hazırlaşmağı çatdırmadım. Hal-hazırda bizim qarşımızda məna olaraq negativ bir cümlə var. Necə negativ bir cümlə var? Yəni mən imtahana hazırlaşmağı çatdırmamışam. Bu müsbət bir durum deyil də. Razısınız müəllimlər? İmtahana hazırlaşmağı çatdırmamışam. Sizcə bu müsbət bir durumdur? Təbii ki də deyil. Bu bir mənfi durumdur. İkinci cümləmin, burada bir boşluq hissəmiz var bizim. Cümləmin ikinci hissəsində deyirəm ki, сдала его на 100 баллов. 100 ballıq vermişəm. Amma mənim imtahanın 100 ballıq verməyim necə bir durumdur? Təbii ki də müsbət bir durumdur. Düzdür? Baxın, хотя və несмотря на то, что özü özlüyündə bizdən bu tip cümlələr tələb edir. Bir-birinə paradoksal olan, bir-birinə antonim olan cümlələr. Və yaxud da mənim bir tələbəm var idi, bunu belə yadda saxlayırdı. Normalda bu belə olmalı deyil, amma belədir. Və məsəl üçün, normalda mən imtahana hazırlaşmamışamsa, mən imtahanı yaxşı verməli deyiləm. Amma vermişəm. Normalda belə olmalı deyil, amma olub. Bax, bu tip cümlələrdir. Siz rahatlıqla ortalığa хотя, несмотря на то, что qoya bilərsiniz. Я вчера не успела подготовиться к экзамену, хотя я получила 5. Хотя я сдала его на 100 баллов, несмотря на то, что я получила 5. Aydındır bu. Hə, Agi, nə tələb eləyir bizdən? Понятно? Bəli. Всё. Nəsə elə bir çox yaxşı bir bəli olmadı bu. Doğrudan aydındır xanımlar, bəylər. Nəsə qaranlıq qalan nəsə varsa soruşun, izah eləyim. Yo, müəllimə, bu aydındır. Всё, хорошо. Yo, müəllimə. Всё, хорошо. Bu belə. Bəli, məsələn, birinci müsbət deyir, sonra isə mənfi gəlir. Fərqi yoxdur. Bəli, bəli, orada da qoya bilərsiniz. Əsas odur ki, o 2 dənə hissə bir-birinə paradoksal olsun. Хорошо? Идёмте дальше. İkinci bir, daha doğrusu başqa bir bağlayıcımız da var. Onu da izah eləyim. Sonra ikinci bir link atacağım sizə. Это если hansı ki Azərbaycan dilinə əgər deyə tərcümə olunur. Mənası da artıq bizə mənə deyir ki, mənim cümləmdə mütləq şərt olmalıdır. Və bunun oxşar bir dənə bağlayıcımız var. Это если бы. Baxın, bu hissəciyi gəldisə əgər bura və bizim onu istifadə edə bilməyimiz üçün cümlədə 3 əsas nüans olmalıdır. 1. Cümlə mütləq təbii ki də şərt cümləsi olmalıdır. Tərcüməsi məndən onu tələb eləyir. Əgər ki. Cümlə mütləq şərt cümləsi olmalıdır. İkinci, fe'l mütləq olmalıdır keçmiş zamanda. Yəni ki, el sufiksi ilə istifadə olunmalıdır. Və üçüncü olaraq cümləmizin hər hansı hissəsində artıq bu hissəciyi istifadə olunmuş olmalıdır. Məsəl üçün, если ты придешь вовремя, мы переведем текст. Bax, deyirəm ki, əgər sən vaxtında gəlsən, biz mətni tərcümə edəcəyik. İndi həmin bunu
B ilə istifadə edəcəm. Так, если бы ты пришел вовремя, мы бы перевели test. Deməli, gəlin bir cümləmizi bir dəfə də tərcümə edək. Если ты придешь вовремя, мы переведем test. Əgər sən vaxtında gəlsən, biz mətni tərcümə edəcəyik. İndi baxıram cümləmin ikinci hissəsində. Если бы ты пришел, fe'limizə diqqət keçmiş zamandadır. Мы бы перевели test. İndi baxıram, cümlədə şərt varmı? Var. Gəlsən, tərcümə edəcəyik. Cümlədə deməli dedik ki, yəni ki, cümləmin hər hansı hissəsində artıq bu istifadə olunmuş olmalıdır. Yəni toplamda 2 dənə bım olmalı idi məndə. Daha çox da ola bilər. 1, 2. Fe'l keçmiş zamandadırmı? Bəli. Пришел, перевели. Deməli, bu 3 dənə nüans varsa və məna sizə icazə verirsə, siz çox rahatlıqla orada если бы istifadə edə bilərsiniz. Bu da aydındırmı? Agi, понятно? Bəli. Всё, çox gözəl. Bu da aydındırsa əgər mən indi sizə yeni link atacağım, davam edərik. Хорошо, çünki indi vaxtımız bitəcək. Bağlayıcılarımızdan bir digərini izah edirəm. Əslində məna olaraq eyni olan bağlayıcılardır, lakin istifadə yeri olaraq bu bağlayıcı bizim qarşımıza nitq sərfi olaraq da çıxacaq. Bu arada o nitq sərfində də indi sizə onu göstərməyə çalışacağam. Ümid edirəm ki, vaxtım çatar. Nitq sərfində də sizə onu göstərəcəm. Əlavə olaraq bağlayıcı olaraq da istifadə yeri olaraq da bizə çox önəmlidir bunun yanında saxlamaq. Deməli, bunlar hansı iki bağlayıcıdır? Значит, это благодаря тому, что və из-за того, что. Deməli, bu iki dənə bağlayıcımız. Yadda saxlayın, bunlar bizim qabağımızda bir predlog olaraq da çıxa bilər. Mən predlog mövzusunu izah edəndə deməli, bir благодаря, yəni tək belə və yaxud da iz-za da istifadə oluna bilərdi. Bu deyəcəyim məsələ imенно nitq səhvi hissəsinə aid olan məsələ hər iki mövzuya aiddir. Bağlayıcıya da aiddir, predlog mövzusuna da aiddir. Yəni bu deyəcəyim благодаря тому, что из-за того, что-ya da aiddir. Благодаря iz-zaya da aid olacaq. Nədir bu? Gəlin bir dənə baxaq. Baxın, yadda saxlayaq ki, благодаря тому, что bu Azərbaycan dilinə sayəsində deyə tərcümə olunur. Elə благодаря və yaxud da благодаря тому, что nəyinsə sayəsində. Из-за того, что isə elə iz-zaya, iz-za necə deyim, tərcüməsinə əsasən görə, nəyəsə görə deyə tərcümə olunur. İndi tərcüməyə əsasən bunların belə bir qaydası var ki, əgər biz благодаря və yaxud da благодаря тому, что istifadə ediriksə, bizim cümləmizdə göstərilən səbəb, proses, nəsə mütləq pozitiv bir şey olmalıdır. Из-за того, что isə və yaxud da из-за əksinə burada bizə göstərilən nüans daha çox neqativ olmalıdır. Məsəl üçün, gəlin belə bir dənə cümləyə baxaq. Deyirəm ki, yazıram sizin üçün və yazıram ki, благодаря плохой. Fikir verirsiniz, благодаря istifadə edirəm. Благодаря тому, что yox. Благодаря тому, что bağlayıcıdır. Благодаря bu predlog, yəni söz önüdür. Sadəcə istifadəsinin məna olaraq bir fərqi yoxdur. Hər ikisini göstərəcəm sizə. Благодаря плохой погоде урожай в этом году пропал. Məsəl üçün. Gəlin bir dənə bu cümləmizi tərcümə etməyə çalışaq. Благодаря плохой погоде урожай в этом году пропал. Кто сможет перевести? Kim tərcümə edə bilər mənim üçün bunu? Pis havanın... Təşəkkür edirəm. Havayı. Yox, pis havanın sayəsində, pis havanın sayəsində bu il bizim məhsulumuz batdı. Pis oldu, bəli. Bəli. Bax, Var vermə.
Bəli, bəli. Əkinimiz irtibatda belə deyək. İndi baxın, rus dilində bu söz bu cümlənin belə istifadə olunmağı səhvdir. Niyə səhvdir? Çünki baxın burada плохая погода var. Pis hava. Mən yuxarıda sizə nə dedim? Благодаря тому, что hansı tip cümlələrdə istifadə olunmalıdır? Pozitiv cümlələrdə istifadə olunmalıdır. Благодаря плохой погоде pis havanın sayəsində deyə bilmərəm. Mən deməliyəm pis havaya görə. Burada biz благодаря yox, burada biz istifadə etməliyik из-за плохой погоды урожай в этом году пропал. Aydındırmı? Təkrarlayıram. Благодаря və благодаря тому, что istifadə etmək istəyirsə, mütləq cümlənin pozitiv olmasına diqqət yetirməlisiniz. Və yaxud da bir dəfə qarşıma çıxmışdı. Благодаря крушению поезда мы опоздали, məsəl üçün. Крушение поезда qatarın aşmağıdır. Qatarın aşması sayəsində biz gecikdik. Bu tip bir cümlə. Azərbaycan dilində istifadə eləmək olar elə bir cümlə. Yox, xeyr. Bəli, deyə bilərik ki, qatar aşdığına görə da, yəni ki, bir səbəb varsa orada biz istifadə etməliyik görə və bu əgər negativ bir şeydirsə mütləq orada iz olmalıdır. Bu da aydındırmı bizə? Понятно? Все, хорошо. Belə yadda saxlayın ki, благодаря тому, что mütləq pozitiv nəsə tələb edir. Из-за того, что isə negativ. Məsəl üçün siz bu cümlədə çox rahatlıqla из-за istifadə edə bilərdiniz. Хорошо? Из-за плохой погоды урожай в этом году пропал. Хорошо? Например, благодаря хорошей погоде мы вовремя приехали домой. Yaxşı havanın nəticəsində, sayəsində biz vaxtında evə gəldik. Hə, pozitiv bir şeysə rahatlıqla благодаря istifadə edə bilərsiniz. Aydındırmı? Понятно? Bəli. Всё. Əgər bu da aydındırsa bizə. Deməli, 80-ci sualda. Deyir ki, укажите верный вариант. Mənə Ekran getdi müəllimə. Сейчас видите экран? Authority silinəcək. Deməliyəm. Görsənmir, qaranlıqdır. Görünmür? Oldu, yaxşıdır. Görünür. Görünür. Ой, как хорошо. Deməli, 80-ci sualına davam edirəm o zaman. Укажите верный вариант. Düzgün olan variantı göstərməliyik sizinlə. Cavablarıma baxıram. Ümumiyyətlə artıq cavablardan ən azından mövzunu başa düşmə hissəsinə gəlin. Siz artıq bütün proqramı bilirsiniz. Bunu nəzərə almış olsaq, suallara baxanda sual hansı mövzuya aiddir, biraz burada diqqətli olmalısınız. Baxın yazıb. Будет хорошая погода. Yaxşı hava olacaq. Мы пойдем на море. Biz dənizə gedəcəyik. Tak Azərbaycan dilində belə deyə tərcümə olunur. Belə hava yaxşı olacaq, biz dənizə gedəcəyik olmaz. B variantına baxıram, orada bir чтобы var. Чтобы-nu biz bayaq tərcüməsinə baxdıq, üçün deyə tərcümə olunur və üçün deyə tərcümə oluna bilməsi üçün fe'l olmalıydı T мягкий знак formasında. Помните, чтобы поступить в магистратуру, magistraturaya qəbul olmaq üçün. Burada belə bir məsələ yoxdur. Bir ikisi burada bir məqsəd yoxdur. Üçün olacaq yaxşı hava biz dənizə gedəcəyik ola bilməz. D variantına gəlirəm. Yazıb daqqaq. Agit daqqaqın sinonimlərini xatırladıram. Hər dəfə qulağınızda o direkt qulağınız nə bilim nə olana qədər o sözü xatırladacağam sizə. Daqqaq, потому что, ибо, от того что. Tərcüməsi çünki. Çünki olacaq yaxşı hava biz dənizə gedəcəyik. Uyğun deyil. Düz deyil. Xeyr. D variantına baxıram. Хотя синонимы несмотря на то, что nə idi bu? Baxmayaraq ki, nə tələb eləyirdi? Belə bir-birinə paradoks olan cümlələr tələb eləyirdi. Bu necə plus minus məsələsi yazmışdım sizə. Normalda belə olmalıydı, amma olmadı kimi tip bir şey olmalıdı. Deyir ki, baxmayaraq ki, olacaq yaxşı hava biz dənizə gedəcəyik. Yəni bir də düz deyil, amma C variantım elə bir bura tam oturmalıdır. Əgər yaxşı hava olsa, neylədim? Şərt qoydum. Если будет хорошая погода, мы пойдем на море. Əgər hava yaxşı olsa biz dənizə gedəcəyik. Neylədim? Bir şərt qoydum sizə ki, hava yaxşı olsa biz dənizə gedəcəyik. Bunu если бы, yəni əgər ki ilə istifadə edə bilməyim üçün xatırladıram sizə. Cümlədə 3 əsas nüans olmalıydı. 1. Fe'l olmalıydı keçmiş zamanda. Cümlədə 2 dənə b istifadə olunmuş olmalıydı və cümlədə mütləq şərt olmalıydı. Gəlin bir dənə bu cümləmizi transformasiya ilə formaya.
Если была бы хорошая погода, мы бы поехали на море. Была бы, поехали. Fe'l keçmişdədir, cümlədə şərt var. 2 dənə bu istifadə olunub. Düzdür? Ona görə okeydir. Tak, 81-ci sual bu əslində bağlayıcıya aid sual deyil. Sadəcə poslovitsadır, bu bir atalar sözdür. Biz bidy и друга не узнаешь. Deməli, dərdsiz, qəmsiz, kədərsiz dostunu da bilməzsən, tanımarsan mənasında. Variant A olacaq. Biz Azərbaycan dilinə sizin 4 variantlı sız şəkilçiniz kimi tərcümə olunur. Biz bidy, qəmsiz, kədərsiz, dərdsiz deyə tərcümə olunur. Bu okeydir. 82-yə gəlirəm. Укажите правильный вариант. Məndən düzgün olan variantı istəyir. Bax, imtahanda bizim qarşımıza suallar əsasən bu tipdə çıxır. Tam olaraq bu variantda çıxır. Nə deyir mənə? У моей сестры очень сильная память. Tərcümə? Mənim bacımın çox güclü yaddaşı var. Mənim bacımın çox güclü yaddaşı var. Okey. İkinci isə Она ничего не забывает. O heç nəyi O heç unutmur. nəyi unutmur. Bax, Она ничего не забывает. O heç nəyi unutmur. Bu bir informasiyadır. O heç nəyi niyə görə unutmur? Çünki onun çox yaxşı yaddaşı var. Yaddaşı Bu da güclüdür. səbəbdir. Nə edirəm? O sxemi yadıma salıram. Birinci səbəb, sonra informasiya gəlirsə, mən ortaya nə qoya bilərdim? Поэтому qoya bilərdim. Sinonim olaraq nə istifadə edə bilərdim? Так что istifadə edə bilərdim. Правильно? Ona görə burada bizim düzgün variantımız B olacaq. Baxın, gəlin baxaq. Потому что çünki bir dənə sadəcə cümləni tərcümə edirəm. Mənim bacımın çox yaxşı yaddaşı var, çünki o heç nəyi unutmur. Çünki o heç nəyi unutmur, yoxsa buna görə də o heç nəyi unutmur? Hansı daha Buna düzgün? görədir. Bəli. Xəttə ola bilməsi üçün və yaxud da sinonim olaraq, nесмотря на то, что istifadə edə bilməyim üçün təkrarlayıram, cümlədə paradoks bir şey olmalıdır. Amma burada hər şey okeydir. Bacımın yaxşı yaddaşı var, o heç nəyi unutmur. Yəni ki, burada bir-birinə qarşı olan paradoks olan cümlələr yoxdur. Чтобы sinoнимы для того, чтобы məqsəd olmalıdır. Fe'l təmyəki znak formasında olmalıydı. Üçün deyə tərcümə olunur. Mənim bacımın çox yaxşı yaddaşı var. Üçün o heç nəyi unutmur. Düz gəlmir. Və Y variantımızda kak. Kak isə necə deyə tərcümə olunur. Necə o heç nəyi unutmur da düz gəlmədiyinə görə. Düzgün variantım olacaq B variantı. Gələm 83-cü suala. Слово поэтому можно употребить. Поэтому istifadə edə bilərik. Yuxarıda da sizə onun sxemini qeyd etmişəm. Səbəb, informasiya. Aşağıda düzgün variantımda da variantını qeyd eləmişəm. Sxemini qeyd eləmişəm. Yenə səbəb, informasiya. Gəlin bir-bir baxaq cümlələr. Düzgün variantım C variantı. Школьники ждали долго. Но вас не было. Uşaqlar uzun müddət gözlədilər. Amma siz yox idiniz. Amma siz gözlüdür. Bəli, ikinci isə они ушли домой. Onlar evə gediblər. Onlar evə gediblər, bu bir səbəbdir. Onların evə getməyinin səbəbi nədir? Sizin olmamağınızdır. Школьники долго ждали вас. Ждали долго, но вас не было. И поэтому они ушли домой. Elə buna görə də onlar evə getdilər. Siz gəlmədiniz, onlar evə getdilər. Onlar evə getdilər informasiyadır. Sizin olmamağınız onların Səbəb. evə getməyinin də səbəbi olmuş olur. Səbəb, informasiya. Nə istifadə edirik? Поэтому. Sinonim olaraq так что. İndi gəlin bu cümləni çevirək. Elə ki, o потому что ilə istifadə olunsun. Они ушли домой. Neynədim? İnformasiyanı atdım qabağa. Onlar evə getdilər. Потому что вас не было. Çünki siz yox idiniz. Siz Так yox как idiniz. вас не было. От того, что вас не было. Ибо вас не было. İstədiyini rahatlıqla qoya bilərsən. Хорошо. Gəl digərlərinə baxaq. Сегодня Лейла не пришла на урок. Bugün Leyla dərsə gəlməyib. Поэтому ее мама сильно заболела. Elə bir mən bura поэтому qoysam cümləm belə tərcümə olunmuş olur ki, Ona Leyla görə də bugün onu- Bəli, Leyla bugün dərsə gəlməyib. Buna görə də onun anası xəstələnib. Elə bir ki, Leylanın getməməyi onun xəstələnməyinin səbəbidir. Düzgündür sizcə bu cümlə? Yox. Evet. Olmalıdır necə? Сегодня Лейла не пришла на урок, потому что ее мама сильно Потому заболела. что её Çünki mama- onun anası çox xəstələnib və bu burada bir səbəbdir. У вас необыкновенный голос. Sizin fərqli səsiniz var. Голос, который может перевернуть всю душу. Gəlin bir dənə yadımıza salaq. Который nə deməkdir? Hansı ki? Və tamamilə
ismi əvəz edən bir bağlayıcıdır. Bax, məsəl üçün, это девочка, которая читает книгу. Это мальчик, который пишет тесты. Fikir verirsiniz, девочка, которая, мальчик, который, солнце, которое, люди, которые. İndi baxın, у вас необыкновенный голос. Голос, который может перевернуть всю душу. Голос, который, hansı ki, bütün qəlbi çevirə bilər də, yəni ki, nə bilim, alt üst edə bilər. Так, дальше. Я изучаю английский языk. Mən ingilis dilini öyrənirəm. Nədir bu bir? Bu bir informasiyadır. İnformasiya. Потому что хочу stать переводчиком. Çünki tərcüməçi olmaq istəyirəm. Tərcüməçi olmaq da elə bir ki, bir səbəb olmuş olur da burada. Правильно? Nə olmuş olur? Bir səbəb olmuş olur. Çünki mən Evet. olmaq istəyirəm deyə hal-hazırda öyrənirəm də ingilis dilini. Evet. Və yaxud da son olaraq Y variantımıza da gəlin baxaq. Сегодня мы не ушли на экскурсию. Bu ушли biraz yaxşı olmadı. Сегодня мы не ходили на экскурсию. Belə olsa da daha yaxşı olardı. Сегодня мы не ушли на экскурсию, потому что пошел сильный дождь. Bax, elə bir ki, yenə informasiya verirəm. Bugün mən ekskursiyaya getməmişəm. Çünki güclü yağış yağıb. Güclü yağış yağmağımız bugün ekskursiyaya getməməyimizin səbəbi olmuş olur. Evet. Cümlələr aydındır bizə. Arasındakı fərq də aydındır, точно? Aha. Hı. Точно. Və gəlirəm son olaraq bu mövzuya aid 85-ci suallara. Əslində bu testlərin içərisində bu mövzuya aid suallar var, lakin qarışıq formadadır. İzah etdikcə artıq bir-bir yadımıza salarıq. İndi mən kitabdakilərinə keçəcəm. Gəlin bir dənə bu 86-ya, 85-ə də baxaq. Və bu ayaq izah elədiyim nüansdan biridir. Deyir ki, Mой брат не хотел стать художником. Mənim qardaşım rəssam olmaq istəmirdi. Bax, İstəmir də bu adam. Nədir bu? Orada olan o ne хотел mənə göstərir ki, bu cümlə negativ bir cümlədir də, düzdür? Keçirim ikinci hissəyə. У него был большой талант. Onun böyük istedadı var idi. Bax, olmaq istəmirdi, amma böyük istedadı var idi. Bayaqki paradoksal cümlələrimizə oxşamadı bunlar da. Sözləri öyrənmədim, amma 5 aldım. Yağış yağırdı, amma mən evdən çıxdım. Belə bu tip cümlələrdə hansılar ki, bir-birinə paradoksaldır. Bu burada da Mой брат не хотел стать художником. Mənim qardaşım rəssam olmaq istəmirdi. Baxmayaraq ki, onun çox yaxşı istedadı var idi. Хотя у него был большой талант. Несмотря на то, что у него был большой талант. Хорошо? Да. Всё. Məsəl üçün, bura поэтому qoya bilməzdim. Mənim qardaşım rəssam olmaq istəmirdi. Ona görə də onun böyük istedadı var idi. Xeyr. Если у него был большой талант. İstəmirdi, əgər onun böyük istedadı var idi. Xeyr. Что, чтобы ümumiyyətlə istifadə oluna bilməz burada. Ona görə düzgün variantım olacaq variant D. Sinonim olaraq da bura несмотря на то, что da qoya bilərdik. Понятно? Вопросы какие-то есть? Спасибо. Отлично. 7-ci sualda deyir ki, Vыберите правильный variant. Təkrarlayıram, mən sadəcə seçmə bəzi sualları izah edəcəm. Digərlərini siz yazacaqsınız. Sonra birlikdə baxacağıq sizinlə. 7-ci sualda mənə deyir ki, Vыберите правильный variant. Düzgün olan variantı qeyd etməliyik. Deyir ki, Отец пригласил гостей. Atam dostlarını dəvət etdi. İkinci hissəyə baxıram. Отметить свой юбилей. Bax, yubiley qeyd etmək. Nə tələb edir məndən? Yubiley qeyd etmək üçün. Üçün mən nə ilə bildirirdim? Səbəb yox, məqsəddir daha çox. Çünki məqsəd. Bəli, məqsəddir daha çox, bəli. Elə qeyd etmək üçün. O üçün də nədir? Конечно же, variant E, чтобы. Правильно, хорошо. Gəlin, digərlərinin tərcümələrinə də baxaq. Когда, nə zaman, что, nə deyə də tərcümə oluna bilər, ki deyə də tərcümə oluna bilər, artıq kontekstdən asılıdır. В котором, hansındakı. Bax, məsəl üçün deyirəm ki, Elçin Səfərlinin bir dənə əsəri var, deyir, Dom, в котором горит свет. Tərcümə eləyək, Dom, в котором горит свет. Hansındakı. Ki işıq yanır. Bax, o V orada dadəni bildirməlidir. Dom, в котором горит свет. Вот видите? D variantında потому что bu bizə bəlli bir sxemimiz var idi bizim sizinlə ki, informasiya səbəb olmalı idi. Sinonimlər потому что, так, либо от того, что və düzgün variantımız olaraq da чтобы istifadə olunacaq. Чтобы отметить свой юбилей. Fe'ilimizin formasına diqqət yetiririk. T məxkiznak formasındadır. Yəni ki, mag-mag formasındadır.
8-ci suala keçirəm. Мы оделись потеплее. Biz isti geyindik. İkinci hissədə погода начала ухудшаться. Hava pisləşməyə başlayırdı. Bax, biz isti geyindik informasiya verdi. Hava pisləşməyə başlamağı bunun nəyi olmuş olur? Səbəbi. Birinci informasiya sonra səbəb gəlirsə nə qoyurdum ortaya? Birinci, потому. Потому что. Amma hal-hazırda burada потому что yoxdur. Onun qardaşı olaraq nə var? Так как olacaq. Так как погода начала ухудшаться. Belə ki, çünki hava pisləşməyə başladı. Aydındır? Понятно? Mən bir saniyə yazım ama. Bəli. Yaz qızım. Müəllimə bu kataloqun tərcüməsini necə dediniz? Onu qeyd edim. Hansındakı? Hansındakı? Çünki. Хорошо. Amma hal-hazırda tak bəli, çünki belə ki, hava pisləşməyə başladı. Хорошо? Понятно? Bəli. Всё. Aha, ekran itmədi, hər şey okeydir. Görürük hər şeyi. Bəli. Всё. İndi gəlin başlayaq. Burada da sizə bir neçə sual izah eləyim. Deyir ki, 9-cu sualdan başlayım. Deyirəm ki, Sergey ikinci hissəyə keçirəm. Выполнить просьбу брата, поехал к знакомым. Deməli, tanışlarının yanına getdi. Qardaşının xahişini yerinə yetirmək üçün. Bəli. Üçün nə idi? Чтобы, для того, чтобы. Bir dənə oradakı feilimizə diqqət yetiririk ki, выполнить, yerinə yetirmək üçün. Bax, yerinə yetirmək. Feil hansı formadadır? Mягкий знак formasındadır. İndi burada, bəli, məstər formasındadır. Sergey, для того, чтобы выполнить просьбу брата, поехал к знакомым. Dost qardaşının istəyini yerinə yetirmək üçün tanışlarının yanına getdi. İndi hal-hazırda mənim əlimdə чтобы yoxdur, amma sinonim olaraq nə var? Для того, чтобы var. Mən buradan rahatlıqla, bəli, mən buradan rahatlıqla B və D variantlarını silə bilərdim. Niyə? Çünki bunlar sinonim bağlayıcılardır. Потому что və так как. Mən bayaq dedim sizə bir sualın içərisində iki fərqli variantda verilirsə olmaz deyə. Bax, bunu nəzərdə tuturdum. Qapalı sualdır. Bir boşluq hissəmiz var. Necə hər ikisi bizim düzgün cavabımız ola bilər? Ola bilməz. Поэтому вот B и D düzgün gəlmir. Avtomatik silinəcək oradan. Для чего? Nə üçün? Nə üçün? Bəli. S tем isə bax məsəl üçün onunla. S tем onunla. Bax elə tərcümə olunur. Хорошо? Belə işarə əvəzli idi. Tot, s tем onunla. Yadda saxlayın. Хорошо. Dальше. Gəlin baxaq 11-ci, 12-ci suallara. Gəlin siz özünüzdə qeyd eləyin. Sizə bir 5 dəqiqə vaxt verim. Öncə siz baxın, sonra mən izah eləyim. 11, 12, 13, 14, bax 15 çox qəşəng sualdır. 15, 16, 17. Bir 5-3 dəqiqə sizə vaxt verim. Öncə siz baxın, sonra mən izah eləyəcəm. Deməli, baxırsınız 11-dən 17-yə qədər. 17 də daxil olmaq şərti ilə. Deyirəm 11-ci sualdan. Она беспокойно оглядывалась на всех. O narahat şəkildə hamıya baxırdı. Bu oldu mənim cümləmin birinci hissəsi. Хотела перехватить эти взгляды. Bu baxışları tutmaq istəyirdi. Baxın, indi deyirəm ki, gəlin bir baxaq. Baxın, burada məndə var пока. Пока hələlik deyə tərcümə olunur. Hələ ki, hələlik. Чтобы üçün deyə tərcümə olunur. Как будто, sanki, elə bil ki. Baxın, sinonim olaraq qeyd eləyin. Как будто, точно, словно, будто. Baxın, bunlar sinonimdir. Как будто, будто, точно, словно, sanki. Как только indicə, bax. Məsələn deyirəm ki, как только пришел папа. Atam gəldiyi kimi, gələn kimi, bax belə. И с тех пор как, o zamandan bəri. İndi burada düzgün variantımız C olacaq. Ana беспокойно оглядывалась на всех. O narahat şəkildə hamıya baxırdı. Sanki hamının baxışlarını tutmağa çalışırdı. Как будто хотела перехватить эти взгляды. Sanki bu baxışları tutmağa çalışırdı. Хорошо? İkinciyə gəlirəm. Mальчик слушал песню так внимательно. Uşaq mahnıya elə diqqətlə qulaq asırdı ki hansıdır burada? Что? Что сразу запомнил все слова. Elə diqqətlə qulaq asırdı ki bütün sözləri yadında saxladı. Хорошо?
Baxın, Aha. bir dənə nəyi qarışdırmırsınız burada. Bax mən xaçanı buradan avtomatik işlədirəm. Burada paradoksal bir şey yoxdur. Чем ilə deyə tərcümə olunur. Что dedik ki, düzgün cavabımızdır. Ki deyə tərcümə olunur. Как necə tərcümə olunur? Burada bir də var потому. Bax, nəzərinizə çatdırıram. Потому что deyil ha. Çünki deyil bu. Потому biraz daha çox danışıq dilində istifadə olunan elə. Bax, məsəl üçün deyirəm, sən niyə gəlmədin? Desənə elə. Sanki qırıb atıram, belə tam cavab vermirəm. Хорошо, bu da elə o şəkildə. Biraz daha çox danışıq dilində istifadə olunur. Və düzgün cavabımız D variantı olacaq. 13-ə gəlirəm. Bывают такие дни, когда чувствуешь себя, да, не в своей тарелке. Deyir ki, elə günlər olur ki, o vaxt nə zaman ki sən özünü bax, чувствовать себя не в своей тарелке özünü diskomfortlu hiss eləmək mənasına gəlir. O deyir, özümü öz qabımda hiss eləmirəm. Bilmirəm, Azərbaycanca istifadə olunur, səhv etmirəmsə elə. Yəni özümü diskomfortlu hiss edirəm mənasında. Bывают такие дни, когда чувствуешь себя не в своей тарелке. Deməli, A variantımız. B variantımız поэтому-nun tərcüməsinə baxdıq, izah elədim. В какие Bывают такие dni, в какие чувствуешь себя hansılarındakı. С которым hansı ilə ki. Которые hansılar. Hansılar da вот так. Бывают такие дни, когда чувствуешь себя не в своей тарелке. Sanki vaxtı göstərirəm burada. 14. Вечерняя заря начинается. Deyir ki, zarya nədir ayol Azərbaycanca? Batışı, gün, Şəfəq. görünüş kimi. Yox. Elə bir şey. Şəfəqli nədir? Belə bir tərcüməsi olmalıdır. Səhv etmirəmsə, если меня моя память не подводит. Amma tərcümə eləməsəm də olmur, çünki lazımdır. Zarya. Kaç zarya nədir? Baxın. Azərbaycanski. Sübh. Səhər, axşam sübhü. Şəfəq. Şəfəq deyə tərcümə olunur, bəli. Dan, şəfəq, dan yeri, belə tərcümə olunur. Deməlidir ki, axşamın şəfəqi başlayırdı. Солнце уже зайдет за край земли. Günəş artıq batmaq üzrə idi. Beləcə deyim sizə. Tərcüməsi də уже зайдет за край земли. Artıq batmaq üzrə idi. Да, вечерняя заря начинается. Axşamki şəfəq başlayır. Когда солнце начинает. Yox, orada когда qoysaq orada biraz bir balaca C variantı. C variantı сразу silinir. Çünki потому что так как eyni şeydir. Eyni şeydir olar. Да, здесь максимум, когда uyğun gəlir. Orada biraz vaxt uyğunsuzluğu var. Когда вечерняя заря начинается, когда солнце уже зайдет за край земли. Начнется olsaydı daha düzgün olardı. Bəli, nə zaman ki günəş batacaq, onda axşam şəfəqi başlayacaq. Əslində orada maksimal uyğun odur, bəli, D variantı. Хорошо. İndi mənə əsas maraqlı olan 15-ci sualdır. 15-ci вопрос. Е. Потому что. Видите экран? Ага. Да. Все, хорошо. Значит, я продолжаю. Несколько дней стоял густой туман. Bir neçə gün sıx tuman var idi. Bu oldu mənim cümləmin birinci hissəsi. İkinci hissəsi deyir ki, reysi были отложены. Reyslər təxirə salınmışdı. İndi hər şeydən öncə heç mən variantda cümləyə baxmasam belə, avtomatik olaraq mən buradan A ilə B-ni silməliyəm. Tak kakla потому что-nu silməliyəm. Çünki bunlar eyni mənalı verən bağlayıcılardır və belə istifadə oluna bilmir. Düzdür? Belə. Даже если mən bunları istifadə eləsəm, məsəl üçün mən ortaya qoysam потому что, cümləm belə tərcümə olunacaq. Bir neçə gün sıx tuman var idi, çünki reyslər təxirə salınmışdı. Belə ola bilər? Çünki reyslər təxirə salınmışdı. Yəni belə çıxır ki, reyslər təxirə salındığına görə duman var idi. Düzgün deyil axı bu. Avtomatik olaraq A-nı sildim, B-ni sildim. Düzdür? Sonra D variantımda. Siz mənə deyin görün, burada uyğunsuzluq varmı? Duman var idi, reyslər təxirə salmışam. Burada plus minus cümlə var. Xeyr, getdi. Bir neçə gün sıx duman var idi, nə zaman ki reyslər təxirə salınmışdı. Xeyr. Burada variantım Y olacaq. Bir neçə gün sıx duman var idi, buna görə də reyslər təxirə salınmışdı. Поэтому рейсы были отложены və yaxud da так что рейсы были отложены. İkisindən biri. İndi burada поэтому yoxdur. Variant olaraq nə var?
Yəni ki, onun Так что? sinonimu. Так что var. Ona görə düzgün variantım da odur. Хорошо? Дальше. Gəlirəm bura. 16-cı suala. 16-cı sualı variant olaraq nə qeyd eləmişik? Bu cümləni mən heç başa düşmədim. Ha. C variantı. C. Bunun tərcüməsi bilirsiniz nədir? Этот, Yox. давайте я вам сейчас напомню. Çox zaman keçib də elə bir şey. Bu bilirsiniz nədir? Türklərin bir dənə sözü var, köprünün altından çox sular geçdi. Eşitmisiniz? Eşitmisiniz öyle bir şey? Bəli. Da. Amma biraz belə məntiqsiz cümlə alınır. Да, много İnsana воды belə şey утекло. düşməz, uyğun gəlir də. Burada C variantı olacaq. С тех пор, как мы расстались. Biz ayrıldıqdan sonra o direğe o köprünün altından çox sular geçdi. Yəni ki, çox şey baş verdi. Başa düşməmişik biz. Bəli, çox şey oldu. Hətta mən görürsüz çox funksional məlumat türk dilində öyrədirəm də sizə. Matematiklə. С тех пор, как мы расстались. O zamandan bəri ki biz ayrıldıq. Yəni biz ayrıldığımızdan bəri çox şey baş verib mənasında. Görürsüz necə də romantik cümlələr qururam sizə burada. В то время, как мы расстались, o zaman ki biz ayrıldıq. Как только мы расстались, biz ayrılan kimi. Amma ən maksimal uyğunu с тех пор, как мы расстались. Çünki orada davam edir proses. Хорошо. 17. Нам было настолько весело, что мы не заметили, как пролетело время. Nə deməkdir bu? Biz o qədər şad idik ki, biz o qədər şən idik ki, biz başa düşmədik vaxt necə keçdi. Düzdür? Нам было настолько весело, что мы не заметили, как пролетело время. Понятно? Aydındır? Все, хорошо.